səni. Elə biləcəklər kişi deyə. Vallahi qadındır, prosta oğlunun adı ilə girib. Teşekkürler takip için. Resepti deyim yazın kızlar. Asta deyim yazın. Görmürsünüz deyirəm işləyəm. Əsəd xalayım. Əsəd xala bir ara mən nətər olmuşdum ay Allah. Burada o xıxı var ya, o uşaqların adını qoymuşdu Ayxan, bir də Malik qoymuşdu. Mən də hamısına Ayxan, Malik xala, Əsəd xala. Birdən ayrıldım ki, mən kişilərə niyə xala deyirəm? Deyirəm resepti yazın. Kızlar resepti deyirəm götürün. İrəvan kətəsidir. Xəmiri hazırladıq. Biz xəmiri buzluqda istədiyimiz qədər saxlaya da bilərik. Amma bugün hazırlayacaqsa minimum 15-20 dəqiqə dinləndirməliyik xaladenikdə. Uy, hara getdim. Kiməsə göndərirdim. 4 dolu stakan un. Yəni 620 qram un. Uy Allah, ürəyim çəkildi. Niyə? 4 dolu stakan un, 200 qram yağ. Umac edin, vanil də qatın, bir paçka vanil qatın, bir paçka qabartma qatın. 1 stakan qatıq da ola bilər, simitan da olar. Yəni bu 20% də zaten qatıq kimi bir şeydir. Qatışdırın. Bir yumurtanın ağını, bir yumurtanı bütöv. Bir yumurta yenə deyirəm ağı, bir dənə də bütöv. Qatışdırırsınız. Bir çay qaşığın ucunda da, yəni yarısı deyək, duz. Halallıq üçün 3 yemək qaşığı pesok. Bir paket qabartmanı demişdim. Bu xəmirdir. Gedişatı da gördünüz. Yağla un, umac olunur. Smetan, duz, yumurta, vanil, qabartma, bunlar da ki qatılır. 620 qram un, 200 qram yağ, umac edilir. Vanil, qabartma, 1 stəkan qatıq, 1 yumurtanın ağırı, 1 yumurta bütöv, 1 çay qaşığı ucunda duz, 3 xörək qaşığı pesok. Bəli, bu xəmir düzdür. Götürün, qeyd edin. Və gedin, içlikdə zövqə görədir. Mən içliyi indi qoğalın içliyi edəcəm. Şirin qoğalın içliyini edəcəm. Yəni un, yağ, unu artıq qram deyil, gözə yarıdır. Yəqin ki, şirin qoğal pişirənlər artıq içliyi bilir. Təşəkkürlər, xoşdur. Və bunu qozla da edə bilərsiniz. Mən keçən dəfə bunu canlıda hazırlayanda paxlavanın içliyini eləmişdim. Yəni qoz içliyi ilə eləmişdim. Amma indi şirin qoğalın içliyi ilə eləyirəm. Var olasınız. Sizlər də var olun. Təşəkkür edirəm. Bu artıq, mən burada qram ölçmürəm. Gözə yarı edirəm. Yəni bunu qısa ona görə deyirəm ki, şirin qoğalın içliyi və paxlavanın içliyi edə bilərsiniz. Yəni artıq siz bu hansı kim gedir paxlava pişirir, o paxlavanın içliyinin qramlarını da bilir. Qoğalın hər kəs də şirin qoğalın qramlarını, içliyini də bilir. Mən o vaxt uşaq idim, yadıma gəlir. Anam, qonşular falan hamısı yığışardı. Qoğal pişirən vaxtı, bayram vaxtında. Onda da vallahi heç qramla deyildi də, belə ovucuna tökürdülər. Düzdür, şirniyyat dəqiqliyi sevir. Bax, mən sizə dəfələrlə demişəm, dəqiq qrama qram biskvitdir, o biri bu qram. Amma bu içlikdə nə dəqiq ki? Bu içlik ağız dadıdır. Dadına baxın, şirinliyi sizi qane edir, eləmir.